Əzizləri, bugün sizi Xırdalanda mərkəzdə Gün Aşağılıq Sarayının aşağı belə bir 4 otaqlı 2 sotda tam mülkiyyət özünə tikilən bir həyət evi çəkib göstərəcəyik sizə. Evi də göstərirəm sizə, baxın. Cüt daşdan tikilib, ortası monolit betondur. Geniş həyəti var. 3-4 maşın həyətinə girir. Belə bir. Çox geniş həyəti var. Yerləşdiyi yer mərkəzdədir. 5 daş kürsüdür. Orada şkafımız var, əşya yığmaq üçün. Evimiz orta təmirlidir. Göstərəcəyik. Qiymətinə uyğun verilir. Giriş hissəsini göstərirəm sizə. Pilləkəndir. İkinci mərtəbəyə çıxır. Sağ tərəfdə böyük bir geniş mətbəxi var. Bütün pəncərələri işıqlıdır. Mətbəx mebeli var içində. Solda da belə bir qonaq otağımız var. Çox genişdir. Baxın. 40 kvadrat çəkimə qədər bir zal var. Bir balaca ələ gəzdirmək lazımdır. Boylarda. Burası metlaqdır. Bunun altın istəsə bir şkaf kimi yığa bilərsiniz. Dəhliz fasondur, kombisi var. Birinci mərtəbənin sanitar boşağıdır. Göstərdik. İndi göstərəcəm sizə ikinci mərtəbəni, pilləkənlə çıxırıq. Geniş bir xolu var. Göstərdik xolunla. Sol tərəfdə 3 dənə yataq otağını göstərəcək sizə. Normal ölçüdədir, böyük ölçüdədir. Cütdaşlı monolitdir. Bu ikinci yataq otağımızdır. Bu da üçüncü yataq otağımızdır. Eyvanı da var. Göstərir yerini də.